Salam əziz şagirdlər, dəyər sınaqları 2, 5-ci sinif Azərbaycan dili suallarını izah edirəm. Yəqin ki, şagirdlərimiz mətnləri diqqətlə oxuyublar, ona görə bir daha mətni oxuyub vaxt itirmək istəmirəm. Birbaşa izahlara keçək, həm də şagirdlərimiz sürətli bir şəkildə yoxlasınlar. Birinci sualda verilmiş cümlələri qarşısında rəqəm yazılmış hansı abzasın sonunu artırmaqla mətni genişləndirmək mümkündür? Əvvəlində 3 rəqəmi olan abzası tapırıq. Hər şey 2 ay əvvəl başladı. Nancy Harrington ailəsinin malikanəsində xidmətçi kimi işləyəcəyini eşidəndə çox sevindi və bu abzasın sonunda belə bir cümlə var. Odur ki, xidmətçi qız özünü bəxtəvər hesab edirdi. Sonra bu cümləni qoysaq, amma bu bəxtəvərlik elə 2 ay əvvəldə qaldı. Artıq Nancy başqa cür düşünürdü. Bu cümlə qarşısında 3 rəqəmi verilən abzasın sonuna uyğundur. Bir də C. İkinci sualda biri Nancy'yə aid edilə bilməz. Birbaşa cavabı izah edək ki, çox vaxt getməsin. Bir neçə ildir ki, zəngin bir insanın malikanəsində qulluq edir. Mətndə diqqətlə fikir versək, 2 ay idi qulluq edirdi. Ona görə bir neçə ildir. Bu yanlışdır. İkinci sualda cavab A variantı. Üçüncü sualda mətndə hansı suala cavab yoxdur? Nancy'nin anasının xəstəliyini biz bildik, yəni xəstəliyə tutulmağını bildik, amma hansı xəstəliyə tutulmuşdu? Bu ilə bağlı mətndə məlumat yoxdur. Üçüncü sualda cavab B variantı. Dördüncü sualda nəticə. Səbəb-nəticə əlaqəsidir. Nəticədə verilən cümlə Polly əsəbləşərək acıqlı səslə Nancy'yə deyir. Dəfələrlə demişəm ki, səni çağıran zaman əlindəki işi dərhal saxla və mənə qulaq as. Burada B variantına diqqət etsək, Polly Harrington yüksək səslə Nancy'ni çağırır. Nancy isə ona əlindəki məcməyini yuya-yuya cavab verir. B variantı burada düzgün cavabdır. 5-ci sualda biri Polly Harringtonun nitqidir. Fikir versək, Polly Harrington daha belə qəzəbli, yəni qəzəblə danışırdı. D variantına fikir versək, mən sənin izahatına qulaq asmalı deyiləm, sən məni dinləməlisən. Yəni sərt şəkildə danışırdı. 5-ci sualda D variantı. 6-cı sualda açıq sualdır. Altından xətt çəkilmiş cümlədəki sözlərdən biri çoxlu mal dövləti, sərvəti olan adam mənasını daşıyır. Həmin sözü müəyyən edib cavab kağızına yazın. Mətnin əvvəlinə qayıtsaq. Burada belə zəngin bir ev sahibəsinin malikanəsində işləmək hər kəsə nəsib ola bilməzdi. Burada zəngin sözünü seçib yaza bilərik. 7-ci sualda hansı cümlədəki fərqləndirilmiş sözdə leksik şəkilçisi işlənmişdir? Diqqət etsək, burada hamısında dan şəkilçisi var. Uşaqlar şəkilçinin leksik və yaxud da qrammatik olmasını bilmək üçün bu cümlədə nəyə diqqət etməlidirlər? Fikir versək, ismin çıxışlıq halının sualları kimdən, nədən, haradandır və ümumiyyətlə ismin hallarının şəkilçiləri qrammatikdir. Lənkərandan, haradan, kitabdan oxumuşam, nədən oxumuşam. Bunlar nədən, haradan, yəni ismin çıxışlıq halının suallarıdır. Ancaq A variantına fikir versək, ocağın üzərindəki çaydan qaynayırdı. Çay sözündən çaydan, yəni yeni bir söz yaranıb. Burada nə qaynayırdı? Nədən qaynayırdı? Yox, nə qaynayır? Yəni buradakı dan şəkilçisi leksikdir. Cavab A variantı. Səkkizinci sualda hansı cümlədə oyanmaq sözü həqiqi mənada işlənmişdir? Burada diqqət etsək, həvəsin oyanmağı, sonra təbiətin oyanmağı, təbiət yerincə oyanır. Bunlar hamısı məcazidir. Elşadın oyanıb, yəni idman etməsi isə həqiqi mənadadır. Yəni bir insanın yuxudan oyanması bu həqiqi mənadır. 8-ci sualda cavab D variantı. 9-cu suala baxaq. Çiyələk sözündən sonra hansı sözü işlətsək, çiyələk sözündəki K samiti Y kimi tələffüz olunar. Bu qayda çox sadə bir qaydadır. Yəni özündən sonra samit gələndə fikir versək. Kar tələffüz olunacaq, sait gələrsə, K-yə əvəzlənməsi olacaq. Çiyələk almaq. Cavab A variantı. 10-cu sualda fərqləndirilmiş sözlərin leksik mənası ilə bağlı uyğunluğu soruşur. Nadir əlindəki qumbaranı sıxıb qeyzlə dilləndi, yəni acıqla, hiddətlə dilləndi. 1-ə A. Hüseyin dostuna təpindi, yəni acıqlandı, üstünə qışqırdı. 2-yə B.
Güllə yağışı səngimək bilmirdi. Yəni yavaşımaq, azalmaq bilmirdi. 3-də C. Elə ardıcılıqla baxsaq 1A, 2B, 3C. 10-cu sualda cavab A variantı. 11-ci sualda hansı söz amonim olmaqla yanaşı çox mənalıdır? Burada cavab B variantı olacaq. İnsanın qolu bir də var, yəni qol, imza mənasında. Bu amonimdir. Amma insanın qolu, ağacın qolu bu isə məcazidir. Yəni çox mənalı. 11-ci sualda B variantı. 12-ci suala diqqət edək. Burada nəqli cümləni soruşur. Nəqli cümləni müəyyən edin. Burada A variantında sual var sonda. C variantında nida. Bunlar artıq avtomatik çıxa bilərik. B və D variantına diqqət etsək, burada hər ikisində nöqtə var. Yəni nəqli cümləyə oxşuyur. Amma biraz diqqət etsək, kitabı mənə ver. Sən kitabı mənə ver, o kitabı mənə versin. Bu əmr şəklində olduğuna görə əmr cümləsidir. Ancaq D variantına fikir versək, adi intonasiyanı oxuyuruq. Mən dərslərimi yaxşı oxuyuram. Yəni adi intonasiyanı dedik, nəqli cümlədir. D variantı. 13-cü sualda bir işdə, döyüşdə qoçaqlıq, mərdlik göstərən insan mənasında işlənir. Bu şeirdə 3-cü misraya diqqət etsək, igid sözü var. İgid, yəni mərdlik göstərən insan mənasında işlənir. 13-cü sualda B variantı. 14-cü sualda balıq sözündəki saitlərin hər ikisinə aid olan xüsusiyyəti müəyyənləşdirin. A və I. Qalın saitlərimiz A, I, O, U. Dodaqlanmayanlar A, E, Ə, I, I. Yəni hər ikisində A və I saitini görə bilirik. Cavab C variantı. 15-də ocaq sözündən sonra verilmiş sözlərdən hansını işlətsək, ocaq sözünün son saməti Q kimi tələffüz olunar. Özündən sonra sait gələrsə, diqqət etsək, B variantında istisi sait gəlib. Bu zaman Q əvəzlənməsini görə bilərik. Cavab B variantı. Əgər şagird qaydanı unudubsa, biraz məntiq işlədərək də tapa bilər. Fikir versə, o biri variantlarda samitlə başlayıb. Bu şəkildə də etmək olar. Yəni ən son çarə olaraq. 16-cı sualda hansı söz məcazi mənada işlənmişdi? İnsan seli. Burada sel, yəni insan seli məcazi mənada işlənmişdi. C variantı. 17-ci sualda bir-biri ilə münasibətdə amonim deyil. Yəni elə sözlər seçməliyik ki, bir-biri ilə münasibətdə amonim olmasınlar. Digər variantlarda amonim taylar verilmişdi, amma C variantına fikir verirsək, heyvanın ayağının izi, kəndin ayağı, biri həqiqi, biri məcazi. Bu çox mənalıya aiddir. C variantı. 18-ci sualda hansı cümlədə tünd hərflərlə verilmiş söz leksik mənaya malik deyil? İnsan, isim, arzu, isim, gördüyünə, yəni inkarda işlədib tapa bilərik, görmədiyinə, yəni bu feildir. Lakin bu köməkçi nitq hissəsidir. Cavab B variantı. 19-cu sualda dolu vedrə birləşməsində dolu sözü ilə amonimli təşkil edən dolu sözünün işləndiyi cümləni müəyyən edərək cavab kağızına yazın. Birinci cümlədə ürəyim sözlə doludur. Burada məcazilik var. Amma dolu yağır və yaxud da qar yağır. Yəni qar, dolu bu tam başqa bir mənadır. Dolu vedrə isə burada yəni başqa bir mənada işlənmişdir. İkinci cümləni cavab kartına qeyd etmişsə cavab düz olacaq. Toxuculuq mətnində də yenə şagirdlərimiz bu mətnə diqqət ediblərsə, birinci sualda biri mətndə toxuculuq məhsulu kimi verilməmişdir. Köynək, dəsmal, xalça, ayaqqabı. Diqqət eləyək. Köynək, xalça və dəsmal, kostyum bunlar var. Amma bu variantda ayaqqabı, məsələn, dəsmal, köynək, xalça bir daha göstərək. Köynək, xalça, dəsmal, amma ayaqqabı yoxdur. Yəni deyir, biri mətndə toxuculuq məhsulu kimi verilməmişdir. Cavab D variantı. 21-ci suala baxaq. Mətnə əsasən uyğunluğu müəyyən edin. İpəkçinin ilk yarandığı ölkə, pambıqdan parça toxunulan ölkə, bizə gəlib çatmış ən qədim parçanın toxunulduğu ölkə. İpəkçinin ilk yarandığı ölkə, baxaq görə bu hansı hissədədir? Bizim eradan əvvəl təqribən 2000-ci ildə Çində ipəkçilik yarandı. Deməli, bu Çində olacaq. 1-ə yazaq C-ni. Pambıqdan parça toxunulan ölkə. Diqqət edək. Yəni ikincini soruşur. Qonşu Hindistanda pambıqdan parça toxuyurdular. Bax, bu cümləyə fikir versəz, 2-yə A gedər. Bizə gəlib çatmış ən qədim parçanın toxunduğu ölkə. Bu da yəni yerdə qalıb B, amma yenə də baxaq.
Bax bu hissədə bizim günlərə qədər gəlib çatmış ən qədim parça 8000 il əvvəl müasir Türkiyənin ərazisində toxunulmuşdur. Ən qədim parça da Türkiyəyə aiddir. 3-ə də B. Cavab A variantı. 22-ci suala diqqət edək. Mətnin məzmununa əsasən hansı ifadə nöqtələrin yerinə yazıla bilməz? Sonradan əvvəlini oxuyaq. 18-ci əsrə qədər parçaları sadə toxucu dəzgahının köməyi ilə toxuyurdular. Sonradan əyrici və toxucu dəzgahlar baxaq icad olundu, kəşf olundu, ixtira olundu, amma yox oldu. Bu artıq bir qədər məntiqsiz olur. Cavab D variantı. 23-cü sualda diqqət edək. Orta əsrlərdə Azərbaycanda ipəkçilik, barama saxlama və ipək parça istehsalının yüksək inkişaf etməsinin səbəbini mətnin hansı tərkib hissəsindən müəyyən etmək mümkündür? Azərbaycanla bağlı olan cümlə burada fikir versəz, bax qədim ipək yolu Qafqazdan, o cümlədən Azərbaycana keçirdi. Yəni mətnin ortalarına aiddir. Rahatlıqla deyə bilərik ki, burada yalnız əsas hissə. Çünki giriş və nəticə hissəsində bununla bağlı məlumat yoxdur. Cavab 23-cü sualda C variantı. 24-cü sualda mətnə əsasən yanlış fikir soruşur. B variantına fikir verək. İnsanlar qədim dövrlərdə geyim hazırlamağı bacarmırdılar. Ancaq burada var, insanlar hələ daş dövründə geyim hazırlamağı öyrənmişlər. Ona görə də cavab B variantı olacaq. 25-ci suala diqqət edək. Altından xətt çəkilmiş cümlədən adam sözünün qarşılığını, yəni yaxın mənalı müəyyən edib cavab kağızına yazın. Altından xətt çəkilmiş cümlədə adam, yəni insan, insanlar. Bax bunu, yəni bu sözü cavab kartına yazmısınızsa doğru olacaq. Növbəti videolarda görüşənədək sağ olun.